Salam aleykum, hər birinizi salamlayıram. Allah can sağlığı versin Füzul həkimə. Allah razı olsun. Sağ ol, xoş gəlmisən. Çox sağ ol, minnətdaram həkim. Mən sizdən çox şey öyrənmişəm. Yəni həqiqətən də mənə çox fayda verdi. Mən də sizin sayənizdə indi insanlara məlumat verirəm bu bitkiləri. Yəni ən azından fayda verirəm onlara. Buyurun həkim, lavanda haqqında nə deyə bilərsiniz? Sizin sahədə bu əkmisiniz. Yəni insanlar üçün faydalı olsun. Əvvəla sən də xoş gəlmisən. Çox sağ ol. Allah razı olsun. Ümumiyyətlə insanlara təbii vasitələrlə məlumatlandıran hər bir insandan Allah razı olsun. Amin. Niyə? Çünki Amin. saxtakar dünyamızda bugün o qədər saxtakarlıqlar baş alıb gedib ki, insanlara kimsə təbii vasitə ilə məlumatlandırırsa, mən həqiqətən onu insana deyirəm ki, Allah səndən razı olsun ki, Allah bugün sizdən də. insanları heç olmasa bir şeylərə yönəldirik. Bu təbii vasitələrlə müalicə elə bir şeydir ki, bax məsələn, tutalım ki, bir insan daimi olaraq tort yeyir. Daimi olaraq mağazadan nə bilim cipsi filan şeylər alır yeyir. Daimi olaraq gedir o müxtəlif adlar altında müasir restoranlar ki var, adlarını da demirəm. Hamısı toyuq ətini nə bilim belə verir, kartofilini belə verir. Yəni fast food yeməklər adı altında insanlarımız ki zəhərli yeyir. Bax bizim yəni bu təbii müalicə istifadə edən insanların dediyi ki o sağlam qidalanma ki var. Sağlam qidalanma onların ziyanlarını dəf eləyir sizin üçün. Yəni siz bunları anlamırsınız, bəlkə də fikirləşmirsiniz. Məsələn, tutalım ki bugün ağacdan bir dənə tut dərdin yedin, sabahları gilas yedin. Təbii ki təmizindən. Bir dənə bostan xiyarı yedin, bir dənə bostan pomidoru yedin və yaxud da bir dənə lavanda dəmlədin, içdin. Bu sizin o qidalandığınız o zay məhsulların ziyanlarını sizin bədəninizdən dəf edir. Həm öz faydasını verir, həm də sizin ziyanlarınızı dəf edir. Bu gün Roman da bizə xoş gəlib. Dəvət eləmişik, gəlibdi. Allah razı olsun. Bax bura bizim lavanda bağımızdır. 3 hektar ərazidə əkmişik. Gözəl də bir çiçəkləri var. Burada bir gəzmək özü bir arılar bir tərəfdə vızıldayır, kəpənəklər bir tərəfdə uçur. Yəni bu kəpənək mən çəkdim, düşmədi, kameraya düşmür. İnsanın əsəb sakitləşdirir. Amma bir tərəfdə şəlalənin axmağı, çox gözəl bir ortam düzəltmişik, əlhamdülillah. İnsanlar üçün. Bax bunu insanlar həm gəlir, baxır, görür. Eyni zamanda baxıb gördükdən də sonra biz bunları yığırıq, özümüz istifadə edirik. Bundan yağ alırıq, bunun özünün müxtəlif yığıntılara qatırıq, çaylarını düzəldirik. Sonra distillatını alırıq. Siz bundan bol-bol yığın, gedin evdə vanna düzəldin. Distillat bilirsə nədir? Bunu qaynadırsınız, buxarlandırırsınız, sonra suyunu götürürsünüz. Bax bundan evdə həm lavanda ətri kimi ətirləndirə bilərsiniz və eyni zamanda həm də müxtəlif böcəkləri filanları evdən qova bilərsiniz. Sonra bax belə bir lavandanın yağının gözəl bir xüsusiyyəti var. Lavanda yağını adi su ilə qarışdırın, tökün aerozolun birinə. Evdə tam təbii lavanda yağı və eyni zamanda həmin bu yağın məsələn evdə bir qrip xəstəsi varsa və yaxud da getdiyiniz bir ortamda çoxlu müxtəlif infeksiyon xəstəliklər yayılıbsa, həmən anında da öldürə bilmə bir gücünə malikdir. Belə bir xüsusiyyəti də var bu lavanda yağının. Yatağınızın yanına qoyun. Bax bundan bol-bol yığın, yastıqlar düzəldin, yatın. Bunun üstündə yatın. Bir gözəl insana yuxu verir ki. Sonra lavanda yağını uşağınızın özünün paduşkasına, yastığına damızdıra bilərsiniz. Və yaxud da ki, 1-2 dənə lavanda yağından bir 5-6 damız götürün, limon diliminin üzərinə damızdırın, yatağınızın yanına qoyun, yatın. Bax bunların hamısı relaks bir yuxu verir. Relaks yuxu da eyni zamanda nədir? Bizim relaks həyatımızın başlanğıcıdır. Allah sizə can sağlığı versin həkim. Mən o vaxtı məndə tənbəl zov çıxmışdı. Təbii ki, mən həkimə getməli idim və mən ömürlük dərman atmalı idim. Mən həkimə baxaraq bəzi bitkilərdir falan bunlar tətbiq eləyərək Rəbbim şahiddir ki, bir dərman atmadan onu aradan qaldırdım. Mən bu günləri dərmansız yaşayıram. Yəni ki, çox sağ olsun. Yəni xalq sizi sevir. Bilirəm, siz tərifi xoşlanmırsınız. Elə sizi də sevir. Yəni Allah sizdən razı olsun. Çox sağ olun.